Sabahdan mübarək Rəcəb ayı daxil olur. Çox gözəl aydır, mübarək bir aydır, sevinc dolu bir aydır. Həyatımızın keyfiyyətini düzəltmək üçün gəlir, keyfiyyətli həyat yaşamağımız üçün gəlir. Bir günündən, birinci gecəsindən dinin gözəlliyinə bax, deyik, qusul al. Qusul almaq nədir? Təmizliyidir, gözəlliyidir, insan keçsin paltarını dəyişsin, bu ayı qarşılasın. 2 rükət namaz qıla, bu ayı qarşılaya. Ay ərzində imkan olarsa, 1 gün, 2 gün, 3 gün, nə qədər gücü çatar, adam var 1 ay tutur, oruç tuta bilərsə, çox yaxşı olar. Bütün bunlar bizə lazımdır. Allahın nə bizim namazımıza, nə orucumuza ehtiyac yoxdur. Bizi sevdiyindən həyatımızın keyfiyyətli olması üçün bu ayları qərar verib, bu hökmləri qərar verib. Ramazan ayı qarşıdan gəlir, ona hazırlaşmaq üçün Rəcəb ayı bir qapıdır. Rəcəb ayı Allah ayıdır. Şəban ayı Peyğəmbərin ayıdır. Ramazan ayı da ümmətin ayıdır. Belə bir təsnifatda var. Belə bir təsnifatda var. Ona görə də bu ay çox mühüm aydır. Rəcəb ayıdır. Allah hamımıza mübarək eləsin. Nə tərsə fərq eləsin də amma. Yoxsa elə məsələn, o aydan bu ayın heç bir fərqi olmasın, bu düz olmaz. Heç olmasa gündəlik namazdan sonraki qısa duası var. Daha əzbər bilir çox adam. Rəcəb ayının gündəlik namazlardan sonra oxunsun. Nə bir 2 rükət artıq namaz, oruc, bu şeylərlə bizim özümüz görəcəyik ki, həyatımıza daha da rəng qatır bu aylar, daha da həyatımızı şirinləşdirir. Allah Rəcəb ayının, Şəban ayının və mübarək Ramazan ayının feyzindən bizi binəsib eləməsin inşallah.